Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Türkiyə Baş Prokurorluğu Azərbaycanlı biznesmen Mübariz Mənsumov ilə bağlı istintaq başladı. Xəbər verilir ki, İstanbul, Küçükçekməcə Respublika Baş Prokurorluğu tərəfindən Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları üzrə istintaq başlanılıb. İstintaq çərçivəsində Azərbaycanlı iş adamı Mübariz Mənsumov, Türkiyəli iş adamı Veysel Şahin, bağlanan Ekol TV-nin baş redaktoru Emrah Doğru və vəkil Ersan Şenlər daxil olmaqla bir sıra şəxslər iş üzrə təqsirləndirilən kimi istintaqa cəlb edilib. Baş Prokurorluq Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları əsasında araşdırma aparır. Xatırladaq ki, 2024-cü ildə yaradılan Ekol TV bir neçə müddət öncə bağlanıb. Azərbaycanlı biznesmen Mübariz Mənsumov telekanalın səhər mayədarlarından idi.